Asimtit proqramıdır. Proqramı təxmini 2 həftəyə qurdum. Bir-birimizə mesaj atmaq olur, şəkil atmaq olur. 8-ci sinif şagirdi Asimin texnologiyaya marağı kiçik yaşlarından başlayıb. O, heç bir kursa getmədən, xüsusi hazırlıq keçmədən Android platforması üçün mesajlaşma tətbiqi yaradıb. Asim Chat adını verdiyi tətbiqdə istifadəçilər bir-biri ilə yazışa, qruplar yarada və şəkillər göndərə bilirlər. Məktəblinin sözlərinə görə layihənin hazırlanması zamanı müxtəlif çətinliklərlə üzləşsə də araşdırmalar apararaq onların öhdəsindən gəlməyi bacarıb. Proqram Asimtit proqramıdır. Proqramı təxmini 2 həftəyə qurdum. WhatsApp kimi bir proqramdır. Buradan bir-birimizə mesajlaşma olur, yəni daha doğrusu. Elə YouTube-dan platformalardan baxırdım, daha doğrusu bir-birinə mesajlaşma kimi bir proqram düzəldirdilər. Məndə də belə bir ilham yarandı. Anam isə daha doğrusu mənə belə deyir ki, nəyə görə belə yaratmırsan? Mənə də belə bir ideya gəldi. Mən də başladım yaratmağa. Düzdür, çox da asan da olmadı bir düzəltmək. Həmin proqramlardan qrup yaratmaq olur, bir-birimizə mesaj atmaq olur, şəkil atmaq olur. Qara rejimdə, yəni əgər gecədirsə, yəni gözünüzü incitməsin deyə qara rejimdə əlavə eləmişəm ki, yəni rahat olsun. Kotlin dilindədir. Bu bəzi dillər də var. Kotlin daha doğrusu bir köhnə bir dildir. Zaten Asim uşaqlıqdan belə şeylərə həvəsi çox idi. Yəni uşaqlıqda da bir çox şeylər düzəldib, yəni texnoloji olaraq. Oyuncaq tapancasının motorunu götürüb, sadəcə ondan köhnə adapter vasitəsilə, yəni şarj cihazı vasitəsilə onu quraşdırıb Toqataxanada Vintia sənin kes kimi, yəni belə bir şey düzəltmişdi uşaqlıqda. Balaca bir motor ilə balaca bir sərnişin düzəltdim. Asimin ən böyük arzusu gələcəkdə texnologiya sahəsində daha böyük yeniliklər imza atmaqdır. O, kompüter mühəndisliyi üzrə təhsil almaq istəyir. Biz də öz növbəmizdə ona gələcək həyatında uğurlar arzu edirik.